Paytaxtın yanacaq doldurma məntəqələrində dava salmaqla gündəmə gələn idmançıları hüquq mühafizə orqanları saxlayıb və hal-hazırda onda nəzərinizə çatdıraq ki, apellyasiya şikayətləri həmin şəxslərin təmin olunmayıb, onlara 30 sutkalıq iş kəsilib. Bugün Bakı Apellyasiya Məhkəməsində yanacaq doldurma məntəqəsində mühafizəçini döyən İsa Əzizovun şikayətinə baxılıb. Buna dək Nəsimi rayon məhkəməsi onu və Mahir İskəndərovu polisin qanuni tələblərinə əməl etməmə maddəsi ilə təqsirli bilərək 30 sutkalıq həbs qərarı çıxarmışdı. 1992-ci il təvəllüdlü İsa Əzizov vəkildən imtina eləyib və özünü müdafiə edərək İqtisad Universitetinin tələbəsi olduğu üçün təhsilini əsas gətirərək cəzadan azad olunmasını xahiş eləyib. O, çıxışında özünü təqsirli bildiyini, peşman olduğunu açıqlayıb. Hadisə baş verəndə içkili olduğunu, onu düz anlamadıqlarını deyib. O, həmçinin Meksikada olması barədə yayılan məlumatların da yalan olduğunu, heç vaxt bu ölkədə olmadığını bildirib. Hakim İsa Əzizovun şikayətini təmin etməyib və o 30 sutkalıq həbsə göndərilib. İsa Əzizovun 2012-ci ildə quldurluq cinayətinə görə azadlıqdan məhrum edilməsi də müəyyən edilib. 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, o bu cəzadan vaxtından əvvəl 3 ay sonra azad olunub. İdmançılar yanvarın 26-sında Bakıda yanacaq doldurma məntəqəsinə 90HN 999 nömrəli Bentley ilə gəliblər. 100 manatlıq benzin sifariş ediblər, yanacaq vurulub. Lakin onlar ödəniş etməkdən boyun qaçırıblar. Mühafizəçi Sadiq Bağırov maşındakılardan sayğacda göstərilən məbləği ödəməyi xahiş edib. Bu, idmançıların xoşuna gəlməyib, maşından düşüb post terminalı mühafizəçinin başına vurublar. Onlar içkili idilər, nə danışdıqlarını bilmirdilər. Bentley'nin sürücüsü iddia edirdi ki, güya bizə 100 manat verib. Sürücü qışqırırdı ki, siz kimsiniz, bizi gözlədirsiniz, hamınızı güllələyirəm. Bakıda heç kim qabağımda dura bilməz, sizi pulla bastıraram. Sizi pulla bastıraram deyən 24 yaşlı İsa'nın 8-ci kilometr bazarının müdürü Nadir Əzizovun oğlu olduğu bildirilir. Mətbuat isə daha çox onun general Məhərrəm Əliyevlə qohumluğunu qabardır.